telefonumda da bir nasazçılıq. Aha, hər şey qaydasındadır. Hər şey yaxşıdır. Güney xanım, məndədir. Səs problemi qaynaqlandı. Mənim mikrofonumla bağlı bir məsələ idi. Axşamınız xeyir olsun. Bir daha xoş gəlmisiniz. Axşamınız xeyir. Ümumiyyətlə, bu ili ilk canlı yayınıdır ki, biz edirik. İndiyənə qədər üzböz elədi bir neçə görüşü, valideyn görüşlərini. Bu illərin ilk canlı 2025-i ilk canlı yayınıdır ki, mən sizinlə edirəm. Dəvətimi qəbul elədiyiniz üçün də təşəkkür edirəm. Ümid edirəm ki, xoş, gözəl bir görüş olacaq. Həqiqətən də bir çox valideynlər qeyd edirdilər ki, belə bir tədbirlər, belə bir işləri biz tərk etmişikmi? Yox, tərk etməmişik. Biz artıq davam eləyəcəyik. Demək ki, biz bu günləri artıq müəyyən biz bir saatı artıq valideynlər danışacaq. Valideyn qismində artıq Güney xanım sizdən danışacaqsınız. İndiyənə qədər biz danışdıq. Artıq indi söz mikrofonu artıq valideynlərindir. Biz bu günlərim autizmli uşaqların valideynləri haqqında, valideynləri bu durumdan necə qəbul aldı, necə görüşdü, autizmdən nə zaman tanış oldu. Çünki bir nöqtədən sonra valideynlər artıq istəmirlər mütəxəssisi dinləmək, artıq digər valideynin təcrübəsini istəyirlər. Çünki deyirlər ki, okey, biz o qədər deyildi, eşitdik, onu elə, bunu elə. Bizə artıq sınaqdan keçmiş təcrübə lazımdır. Ona görə də valideynlərin istəkləri nəzərə demək ki, alaraq artıq sözü veririk Güney xanıma. Güney xanım, özünüzü təqdim edərdiniz zəhmət olmasa. Mən Günel. Bizlərin bir çox rolları var da həyatda. Rollarımız var. Mən onu bəzən şapkalarımız deyə adlandırıram. Mən bu günlər burada ana şapkasındayım. Yəni ana şapkamı giyinib də gəlmişəm. Xoş gəlmisiniz. Xoş gördük. Ümumi görünəndə bu sadə bir vəzifə ola bilər, amma ümumiyyətlə valideyn olmaq böyük bir məsuliyyətdir. Çünki bizə uşaq həvalə edilir. Hələ də autizmli uşağın və yaxud atipik uşağın və yaxud xüsusi fərqlənən uşaqların valideyni olmaq deyərdim ki, 2 qat, 3 qat məsuliyyətdir. Mən bu günləri məsuliyyətimi dərk edib də yaşadığım bəzi məsələləri sizlərlə paylaşmaqdan böyük zövq alacağam. Bir insana belə toxuna bilsəm bu video vasitəsilə, yəni bu görüntülər, bu canlı yayın vasitəsilə şad olaram. Çox sağ olun ki, bu şəraiti yaratdınız. Siz sağ olun hər zaman ki, yəni Güney xanıma bizim yoldaşlığımız artıq illərə dayanıdır. Bəli, mən həqiqətən zövq almışam üzbəüz sizlə söhbət eləməyə. Hər dəqiqəsindən. Çünki siz dəyərli valideynlərdənsiniz. Ümumiyyətlə, Güney xanım, ilk suallarından biri belə olacaq ki, ümumiyyətlə, autizmə ilk dəfə nə zaman tanış oldunuz? Qəbullanma müddəti nə zaman keçdi? Çünki hər valideyndə qəbullanma müddəti fərqlidir. Öz praktikalarıma dayanaraq, valideynlərdə bu bir çox valideynlərdə bir neçə ay çəkəndə, hətta 17 il qəbullanma müddətini gözləyən valideynlərimiz də var. Artıq, məsələn, uşağın yaşı 15 yaşdır, ciddi şəkildə problemləri var. İnkişafı ilə bağlı hələ də görürük ki, valideynlərin ya hər ikisi ya da ikisindən biri, xüsusilə də bu ata qismi olur. Hələ diaqnozun qəbullanması, hələ o prosedurları demirəm. Diaqnozun qəbullanması ilə problemlər gəlir. Sizin bu müddət necə oldu? Hansı hisslərlə yaşadınız? Mən övladımın autizmini o qədər də rahat qəbul edən valideynlərdən olmadım. Belə deyək də, mən sizinlə 3 il əvvəl tanış olmuşam. İlk olaraq da övladımın 3 yaşı olanda müəyyən onda artıq fərqlilikləri sezirdim. Amma bu qədər oxumağıma baxmayaraq, bu qədər özə belə haşiyəyə çıxım, mən övladıma artıq ana olmağımı biləndə, mən onunla hələ dünyaya gəlmədən belə danışırdım. Bütün o seçdiyim, yəni qulaq asdığım musiqiləri belə seçirdim də. Xüsusi özən göstərirdim, hazırlaşırdım ki, dünyaya övladım gələcək. Və s. və ilə axır. Təbii ki, onu ilk dəfə hiss eləyəndə ki, nəsə fərqlidir övladımda, bunu qəbullanmaq istəmirdim. Çünki bu məni özümdə səhv axtarırdım ki, mən neyi səhv elədim? Axı, hər şey düz eləyirdim. Niyə belə oldu? Niyə mən? Və s. Yəni, ilk vaxt sizdən də o diaqnozun o ilk, belə deyək də, işarələrini alanda dünyam sanki dayanmışdı. Bütün planlarım yox olmuşdu. Çünki
Mənim özümlə bağlı, övladımla bağlı artıq planlarım var idi ki, məktəbdə belə oxuyacaq, sonra bu olacaq, bu olacaq, arzularımız var da. Bəli. Bütün valideynlərin övladlarla bağlı arzuları var. Çox çətin idi və hər saniyədə soruşurdum ki, özümə ki, görəsən mənim səhvim nədir? Mən bunu etməsəydim, bu olmayacaqdı. Mən bunu etməsəydim, bu olmayacaqdı. Amma belə deyək də, sonradan düşündüm ki, bu keçmişə bağlı qalıb da, mən bunu etməsəydim, mən o ilişib qalanda, mən övladıma kömək eləmirəm. Çünki o hiss eləyir məni. Neynəməliyəm? Özümə sual verdim. Tamam, bu durumla üzləşmisən, Günel, neynəməlisən? Sadəcə olaraq qəbullanıb, yolumuza davam eləyib, həyatımıza yenidən baxmalıyıq. Bir öyrənmə kimi artıq yanaşmağa başladım. Yenidən özümü öyrəndim, valideyn kimi, övladımı öyrəndim. Ona daha fərqli cür eşitməyi öyrəndim. Təbii ki, bunu edərkən tək etmədi də Günel. Yəni, burada mütəxəssislərin də dəstəyi oldu, başda siz olmaqla. Çünki siz və düzgün mütəxəssis əslində necə olur? Mənə görə necə olmalıdır? Uşağa dəstək olmaqla yanaşı, onun valideynlərinə də dəstək olmalıdır. İstiqamətlər verməklə və s. Çünki mən sizə bunu demişəm, buradan da deyəcəm. Mən övladımı sizin yanınıza gətirməzdən öncə bir ilə yaxın sizi izləyirdim. Yəni, rəqəm paylaşımlarınızı izləyirdim, baxırdım ki, görəsən. Çünki narahat idim ki, ay dərman verərlər, ay düzgün olmayan diaqnoz qoyarlar. Yəni, o ümumi narahatçılığım var idi. Amma o narahatçılıqlarımı kənara qoyub, üzləşmək vaxtıdır dediyim an, qəbullanmaqdır da bu. Tamam fərqli bir pəncərə açıldı gözümün önündə və biz oğlumla hər gün nəyisə öyrənməyə başladıq. Mən hələ də onu ilə öyrənirəm, hələ də onu ilə bir yerdə inkişaf eləyirəm, hələ də səhvlərim olur ki, bu normaldır. Olacaq da, birini digəri əvəz eləyəcək. Amma anladım ki, burada mən neynəməliyəm? Olduğu kimi qəbul edib və onu da sevməliyəm, özümü də sevməliyəm. Yəni, bu çox önəmlidir də. Bu ilə yola çıxaraq davam eləyirəm. Çox gözəl, həqiqətən də çox gözəl cavablandırdınız. Çünki çox az biz rastlaşırıq. Müəyyən bir inkişaf mərkəzləri olsun, bağçalar olsun. Yəni biz bunları vizit eləyəndə adətən orada mütəxəssis tərəfindən qeyd olunur ki, valideyn qəbullanma sürəcindədir, hələ də qəbul eləmir və s. Sadəcə buradan bildirmək istəyirəm ki, qəbullanma müddətinin bir qədər çəkməsi çox normaldır. Çünki bir insan yəni hər bir ana hamiləlik dövründə sağlam uşaq gözləyir. Heç bir ana yoxdur ki, o xəstə bir uşaq, inkişafında bir problem olan bir uşaq, hər hansısa bir necə deyim, əlilliklə doğulan bir uşaq, yəni belə bir uşaq gözləmir. Halbuki biz düşünəndə də, xəyal eləyəndə də özümüzü həmişə pozitivə xəyal eləyirik əslində. Və bu gözlənti də çox normaldır və elə bir bizim gözləntimizdən uzaq olan bir nəticə ilə, təəssüflər olsun ki, hər şey bizim gözlədiyimiz kimi olmur, nəticə ilə yanaşanda bu artıq insanda bir itki kimi özünü göstərə bilər ki, bu insanın yas dövründə olmuş bir eyni dərəcədir, yəni bir itki kimidir, bir yasa verdiyi reaksiyalardır ki, birinci də inkarla başlayacaq ki, qəbul eləmir, ikinci də şok dövrünə gəlir ki, mən nə varmalıyam, üçüncüdə gəlir, bu artıq özünü günahlandırmadır ki, mən hamiləlik dövründə məsəl üçün fol turşusu falan qəbul eləmədim, falan dərmana qəbul eləmədim, stressə məruz qaldım, görəsən ata tərəfindəndirmi, ana tərəfindəndirmi, günahlandırma gəlir əslində. Həqiqətən sonra bu tükənmə ilə nəticələnə bilir. Tükənmədən sonra isə demək ki, bir adaptasiya, uyğunlaşma dövrü gəlir ki, burada artıq qəbullanma başlayır. Amma bəzən sadəcə bu normaldır, bu prosesi sadəcə müddətini qısa tutmaq lazımdır. Çünki biz gündəmi özümüzlə məşğul eləyəndə uşağın inkişafı getdikcə də geriyə gedir. Həqiqətən də, yəni buna diqqət eləmək lazımdır. Və mənim digər bir sualım var ki, sizin övladınızla qəbul elədiniz, bir yol trayektoriyasını seçmək lazımdır və birlikdə böyümə anı başlayır. Birlikdə böyümə anını bizə necə izah eləyə bilərsiniz? Baxın, bunu belə deyim də, normalda uşağın gəlib öz valideyni qucaqlaması və yaxud deməsi ki, gəl söhbət eləyək və yaxud neynəsə bağlı, sən belə hiss edirsən deməsi, bu normaldır, düzdürmü? Mən isə onları o qədər gözləmişəm ki, o
demirəm ki, belə deyək də, heç amma qucaqlanmağa o qədər də meylli değildi mənim oğlum. İstəmirdi də, yəni Hı hı. ki, çox da toxunmaq olsun ona və s. və yaxud söhbət eləyə deyəndə tamam fikri başqa yerdə olurdu və s. Bu kiçik-kiçik məsələlərlə bir yerdə mən anladım ki, əslində buradan hətta üzümü tuturam, belə deyək də, tipik uşaqların valideynlərinə ki, baxın, bunlar Hı hı. əslində uşağın bunu göstərməsi böyük bir lütfdur bizim həyatımızda, böyük bir sevincdir. Yəni, onun qədrini bilməyi, məsəl üçün, biz valideynlər məncə o hərəkətlərin qədrini bilirik və yaxud ev tapşırıqlarını artıq qeyd edib yadında Hı hı. dərsimizə bu var. Səs. Hı Bunlar hı. çox önəmli məsələlərdir də ki, bu amma bir günü olmayıb. Bu mənim ailəmin, mütəxəssislərin, yəni birgə əməkdaşlığı ilə biz addım-addım irəliləmişik. Elə irəliləmişik ki, burada bir çağırışla, bir problemlə rastlaşmışıq. Neyniyək? Necə həll eləyək? Belə deyək də, ona hansısa məsələni necə izah eləyək? Çünki hər şeydən, bütün o həyatını tam da sakit eləyə bilmərik axı biz övladımızı. Hər şeydən qoruya bilmərik də. Həssas olurlar axı. Yəni, artıq uşaqlar müəyyən məsələlərə çox həssas reaksiya verirlər. Ünsiyyətlərində, onların o davranışlarında müəyyən fərqliliklər olur və s. Amma zamanla mən bu məsələlərdə daha, belə deyək də, səbirli olmağı, daha gözü açıq olmağı, daha diqqətli olmağı öyrəndim onunla bir yerdə. Bir növ, hətta bəzən olub ki, müəyyən məsələləri məndən soruşanda mən deyirəm ki, bilmirəm, bir yerdə öyrənəcəyik və yaxud bir yerdə gedib görəcəyik. Bir yerdə. Mən də sənlə bir yerdə valideynliyi öyrənirəm. Mənim özümdə də olubmu ki, lazımdan artıq emosional cavab vermişəm, olub. Çünki insanıq. Yəni, bu normal bir şeydir də, düzdür. Amma sonrasında oturub oyuna söhbət eləmişəm. Ki, bax, oğlum, mən bunu belə elədim, düz eləmədim, düz reaksiya vermədim. Amma sənlə bir yerdə öyrənirim. Gələn dəfə bunu belə eləməyib. Görsən ki, mən hərəkətlərimlə nəsə səni narahat eləyirəm, mənə bu sözüdür. Bir növ məni dayandırsın da və yaxud nəsə. Və yaxud gəl onda qucaqlaşaq ki, stop eləsin məni ki, mən də çox üstünə getməyim, nələrsə çox tələb eləməyim, niyə bunu bilmədin, çox deməyim. Çünki elə şeylər var ki, onu biraz həssas yanaşmaq lazım olur. Müəyyən məsələlərdə adaptasiya olmaq lazım olur. Ki, onu ilə bir yerdə bu adaptasiyanı da öyrəndik. O da adaptasiya daha artıq yaxşı olur. Mən də onun kimi daha yaxşı adaptasiya olurum. Yəni, bu yolu komanda yoldaşımdır da mənim. Bir yerdə addımlayırıq. Super. Ümumiyyətlə, bu dövrdə cəmiyyətin, ətraf mühitin, ailənin sizə baxışı necə idi və bu baxışı, necə deyim, özünüzə adaptasiya eləməyi, dəyişməyə ehtiyac yaranmışdırmı və ya etdinizsə, necə etdiniz? Çünki biz daha çox belə müraciətlər alırıq ki, biz hələ də ailədə qəbul eləməyənlər var. Bu, adətən nənə, baba qismi olur. Və hətta mən sizə qeyd edeyim ki, uşaqların inkişafına da birbaşa bu mənfi təsir göstərir. Əgər ailədə geniş ailələrdən söhbət gedir, bir neçə nəfərin qəbul etməməsi həmin reabilitasiyadan uzaqlaşmasıdır və illər keçir həqiqətən gecikmiş müdaxilələr əslində erkən müdaxilə əvəzini verə bilmir və uşaqlar lazımından gec dəstəyi aldığına görə sosial mühitə də, sosial bacarıqları da qazanması onlarda həqiqətən çox yəni uzun bir zamanı alır və biz belə кейsləri çox yaşayırıq. Hər yerdə yaşayırıq. Əsasən də biz bunu bölgələrdə yaşayırıq. Belə bir vəziyyətdə siz necə mübarizə apardınız? Nədən başladınız? Gəlin, belə deyim də, o hissələrə bölək. Ailə, cəmiyyət, ailədən başlayaq. Ailədə əslində dəstək olaraq anlama və s. hər bir şey qaydasında gedirdi. Sadəcə olaraq mənim kimi onu qəbullanmaq məsələsi var idi ki, yəni, belə deyək də, hansısa qeyri-adekvat davranışlara bu niyə belə eləyir və yaxud bəzən olur axı, müəyyən diaqnozlardan sui-istifadə edib hər bir şey göz yumurlar. O zaman da uşağın davranış problemi böyüməyə başlayır. Biz bunu da istəmirik. Yəni, bu uşaqlar fərqli olsa da, amma təlim, tərbiyə və s. bunlar hamısı yerində olmalıdır. Çünki düşünmə qabiliyyətləri var. Hətta bəzən elə şeylərə elə reaksiyalar verirlər ki, böyükdən daha yaxşı.
daha fərqli. Yəni böyüyün görmədiyi tərəfini göstərirlər məsələn. Bəli. Bizim evdə o məsələlər qaydasında idi. Sadəcə olaraq, məsələn, nənəmiz deyirdi ki, məndə də müəyyən rutinlər var da. Bu o demək deyil ki, autizmdir. Və mən onu başa düşürəm. Axı mən bunu mənim doğma ananın qəbullanmağı bir zaman aldısa, təbii ki, ətrafın da qəbullanması zaman alacaq. Bu normaldır. Amma qırıldığım məqamlar nə olurdu? Məsələn, cəmiyyətdə baxışlar, pıçıltılar, eləmələr və ya bir zaman mühakimələr, etiketləmələr ki, siz bilirsiniz, biz bunu ilə bir dönəmində rastlaşdıq. Artıq o dönəmi atlamışıq, şükürlər olsun, qaydasında gedir. Amma yəni elə bir dönəm oldu. Həmin dönəmlərdə mən özümü idarə eləmək üçün çox çalışırdım ki, istərsəməz insan emosional olur. Həmin dönəmlərdə nə edirdim? Görəndə ki, çox belə deyək də, cəmiyyət arasında çıxmaq çox da olmur. Ailəmizlə nələrsə eləməyə çalışırdıq. Ailə daxilində ki, uşağın sosiallaşması dayanmasın. Çünki böyük cəmiyyətə uşaqdan ziyadə mən hazır deyildim çıxmağa. Baxışları və s. Əslində oğlumun heç ona belə vecinə də deyildi. Kim baxdı, kim nədir, o öz aləmindədir, xoşbəxtdir. Mənəm özümdən çıxan. O elə baxdı. Bir dəfə də anam deyir ki, baxsınlar da sən. Niyə uşağı öz əsəbini pozursun, uşağın da əsəbini pozursun? Onu deyəndə mən baxdım, düz deyirsən də, niyə mən bunu eləyirəm? Onlara gedib də yerində mane olmuşaq, yəni. Sadəcə olaraq özü-özündən danışır, nəsə oyun qurur. Amma həmin sadəcə olaraq biz valideynlər nəyə narahat oluruq ki, barmaqla göstərərlər, uşağımızı ələ salarlar və s. Qorumağa çalışırıq da. Biraz o axışına buraxmağı hələ də öyrənirəm. Demirəm ki, əla almır. Yox, hələ də öyrənirəm, amma əvvəlki illərə görə daha yaxşıyam. Yəni, insanlar baxdılar, okey, baxsınlar. Bəzən olur ki, bir yerə getmişdik, orada uşaqla bağlı soruşanda dedim ki, bizim autizm spektrimiz var və belə yazıqları gəlməyə başladı da. Başqa 2 il əvvəlki Günel olsaydı, buna biraz belə sifətində də o görünərdi də, belə çox əsəbi görünərdi. Amma burada mən bu bir mövqedəyəm də öyrədim, izah eləyim. Çünki izah elədikcə görürdüm ki, artıq məsələn, işdəyəmsə, işdən başqaları gəlir, nələrsə soruşur. Başa düşürdüm ki, ya ailələrində, ya tanışlarında nəsə oxşar bir vəziyyətlər var. O paylaşdıqca insan başqaları da öyrənir. Amma cəmiyyətin maariflənməsi lazımdır nə baxımdan? İnsanlar biraz, demirəm ki, yenə də deyirəm, təlim, tərbiyə öz yerində qalmalıdır. Amma anlayışla qəbul eləmək, etiketləməmək, yəni bu şeyləri biz öyrənsək, əslində bu təkcə bu uşaqlara qarşı deyil, ümumiyyətlə insanlığa aiddir. Bu çox yaxşı olardı. Məsəl üçün, məktəblərdə inklüzivlik var, amma bu həqiqətən inklüzivdir. Bir bunu yoxlama mexanizmləri var. Yəni, çünki təlimlər keçirilir, bilirəm ki, təlimlər keçirilir, yəni dövlət bunu eləyir, maarifləndirmə tədbirləri edilir. Bir də bunun edildi də sonra nə oldu? Yəni, həqiqətən bir şərait yaradıldı. Yoxsa elə bu inklüziv məktəbdir, amma bu adi məktəbdir mi olmalıdır? Yoxsa bütün məktəblər inklüziv olmalıdır? Əslində, inklüziv təhsildən, inklüziv iş mühitindən, inklüziv dövlətdən söhbət gedir də. Biz indi o dünyada yaşayırıq. Bu o deməkdir ki, yəni məktəblər xüsusi seçilməməlidir, siniflər xüsusi seçilməməlidir. Çünki uşaqlarımızın bu və ya birində diqqət dağınıqlığı var, birində hiperaktivliyi olur, birində autizm olur, birində nitq geriliyi olur. Bunların hər biri fərqliliklər. Müəllimlər çalışırlar, amma bir sinifdə 36 uşaq olanda müəllim də hamısına o diqqət edə bilmir. Bu zaman nə olur? Məsəl üçün, onu da bu işin içine artıq girəndə bilirəm də, kölgə müəllim anlayışı olur, köməkçi müəllim anlayışı olur. Bu kimi məsələlərə biraz daha çox diqqət yetirilsə məktəblərdə və s. Çünki hamı özəl məktəbə gedə bilmir. Dövlət məktəbi bu şeylərdə diqqət yetirsə, proqramları ona görə qursa, o inklüziv təhsili əgər verirlərsə, təlimləri verirlərsə, sonra onu yerində yoxlama mexanizmlərində qursa, müəllimlər
maariflənib daha da möhkəmləndirəcək. Uşaqlar daha yaxşı təhsil əldə edəcəklər. Yəni təhsil hüquqlarını tam mənimsəyəcəklər. Valideynlər də artıq buna görə davranacaqlar. Yəni daha Bəli. maarifli olacaqlar deyə düşünürəm. Həqiqətən də bəli, onu doğru qeyd edirsiniz. Bu yaxında qeyd elədiyiniz kimi etiketləmələr çox olur uşaqların. Yəni xüsusi etiket ifadələrdən istifadə edərək. Həqiqətən də cəmiyyətin maariflənməsi 10 ilə 20 ilə nisbətən daha çox olmasına baxmayaraq, yəni artıq hər kəs autizmin nə olduğunu bilir. İndi biz keçmişik sonraki etaba. Autizmli uşaqlarla necə davranmalıyıq, autizmli ailələrlə biz necə davranmalıyıq, hansı münasibətə etməliyik, müdaxilə etməliyik. Biz o ikinci etaba hələ də adaptasiya ola bilməmişik. Maarifləndirməyə yenə də ehtiyac yaranır əslində. Və bəzən çünki biz buyurun. Bir də bilsiz nə olur? Çoxlu elə yazılarda rast gəlirəm. Bir çox şeyləri də autizmlə bağlayırlar. Məsəl üçün, nə bilim, barmağı üstündə gəzirsə, deməli bu uşaqda autizmdir. Və yaxud nitqi ləngiyibsə, bu uşaqda autizmdir. Yəni elədirmi? Yəni axı o yalnızca bir əlamətlə, iki əlamətlə o diaqnozu da qoymaq olmaz. Təbii ki, təbii ki. Burada ümumiyyətlə bir autizm özü, autizm spektr pozuntusu bir simptomlar toplusudur. İki simptomlar üzərindən deyil və iki istiqamətlə, yəni sosial bacarıqlı, yəni ünsiyyət və münasibət, ünsiyyətə başlamaq və davam etdirmə, qarşılıqlı münasibətə girmək. A qrup, B qrup isə maraq dairələri, məhdud maraq dairələri, təkrarlanan davranışlar istiqamətində olan simptomlar, yəni bu o deməkdir ki, bir neçə simptomlar olmalıdır ki, simptomlar toplusu olsun və bunu biz autizm sindromu da biz bilirik ki, artıq DSM-5-də artıq autizm spektr pozuntusu. Sindrom niyə deyirdilər? Sindroma daxil olan simptomlar ayrı-ayrılıqda hər hansısa bir məna, hər hansısa bir diaqnozu birbaşa ifadə edə bilmirdi. Ona görə də bir-birinə əlaqəsi olmayan simptomları birbaşa toplayaraq bu artıq sindrom ifadəsini verdi ki, bunu ümumiyyətlə bilirsiniz, bu məlumatlar indi bizim, yəni bunu da qeyd etmək lazımdır ki, bizim mediada senzura olmadığına görə hər kəs mənbəsi olan, olmayan informasiyanı paylaşılır. Və bu informasiyalar paylaşıldığı halda yəni məlumatı olan, olmayanda və başlayır bu istiqamətdə danışmağa. Əsasən bu son dönəmlərdə psixologiya sahəsi olsun, bir sıra ümumiyyətlə tibb sahəsi məndir ki, çox böyük təhlükədədir əslində. Çünki məlumatı olan, olmayan artıq öz informasiyanı paylaşmağa başlayırlar. Yəni bu ixtisas üzrə mütəxəssis olmamasına baxaraq və ona görə yanlış belə informasiyalar paylaşılır və bu ciddi bir məsələlərlə nəticələnə bilir. Yəni bir-iki, buna görə də artıq biz belə də konsultasiyalarda rastlaşırıq. Valideyn gəlir deyir ki, övladım məsəl üçün danışmır. Danışmayan uşağın bir neçə diaqnozundan asılı olaraq, yəni bu autizm spektr pozuntusunun biz yenə də nitqə baxmırıq. Biz sosial bacarıqlara baxırıq əslində. Ünsiyyət və münasibətə daxil olmamasına baxırıq. Yəni bu ümumiyyətlə geniş bir məsələdir. Ona görə də insanların etiketlənməməsi üçün də ciddi şəkildə maariflənmələri lazımdır. Artıq maariflənmə istiqaməti dəyişilməlidir. Biz necə uşaq mərkəzli yanaşma etməliyik, necə ailədən yanaşma etməliyik, necə uşaqla yanaşma etməliyik. Yenə də maariflənməyə ehtiyacımız var. Yalnız bunu aprel ayı ərzində deyil, bütün il ərzində etmək lazımdır. Adətən, bəli, 2 aprel nəzərdə tutaraq hər kəs tədbirlər və s. və eyni etaplı, ancaq bunu artıq genişləndirmək lazımdır və insanların praktikaya da ehtiyacı var. Məsələn, xarici, mən Kanadada olduğum bir müddətdə müəyyən alış-veriş mərkəzlərində sırf demək ki, o mühiti sırf artistik və ailələri üçün yəni açıq elan edirdilər. Yəni bu istiqamətdə onların faydalı ola biləcək xüsusi demək ki, parklar var idi. Sual oluna bilər ki, o parklar, o mərkəzdə onların asosiallığını daha da asosial etmir. Mən sadəcə bir dönəm var ki, onlar o mühitə faydalana bilməsi üçün bir keçid dönəmdir. Onun üçün də faydalanmalıdırlar. Həqiqətən. Ümumiyyətlə, mən demək ki, qeyd eləmək istəyirəm ki, autizm sizin həyatınıza girəndən sonra, autizmli övladın anası olaraq hansı istiqamətdə siz güclənə bilmirsiniz? Siz bilginizə nə bilgisi qatmısınız, necə qatmısınız? Mən özüm təlimçiyəm. Həmişə hələ ailə həyatı qurmazdan öncə, valideyn olmazdan öncə mənim ətrafım deyirdilər. Mənim ətrafım mənə belə bir rəy verirdi ki, sənin övladın belə deyək də
natiqlik qabiliyyəti belə olacaq, çox disiplinli olacaq və s. və ilə axırda. Çünki hər bir şeyi belə düzgün izah eləyə bilirəm və s. Amma valideyn olandan sonra gördüm ki, o heç də elə rahat deyil. Və indi daha çox yaradıcı olmağa başlamışam. Yəni yaradıcılığım biraz da inkişaf edir. Daha səbirli olmağa başlamışam. Fərqli cür dinləməyə başlamışam. Yəni sadəcə qulağımdan deyil, uşağın gözündən bəzən olur axı o demir nəyisə. Amma onu artıq o hərəkətləri ilə hiss eləməyə, o bütün Yaxşı bədən belə oxuyucu orqanlarımı maksimum istifadə eləməyi bacarıram. Bu çox yaxşıdır deyə düşünürəm. Çünki Bəli. mən bunu etdikcə artıq ətrafıma da qarşı bu qədər açıq ola bilirəm. Amma hər şey özümdən başladı. Özümü dərk eləməkdən. Çünki mən gərək birinci özümü dərk eləyim. Özümü anlayım ki, övladıma da dəstək ola bilim. Və nəyi fərq elədim? Mən yaxşı olduqca, bunu mən anam da həmişə deyir ki, sən yaxşı olanda sənin övladın da yaxşı olacaq. O ilk dönəmlərdə o hələ qəbullanmanın o inkar, aqressiya və s. dönəmində onu qəbul eləmirdim. Amma zamanla görürəm ki, düz deyir. Çünki həqiqətən mən sakit olduqca, mən daha təmkinli olduqca, daha səbirli olduqca görürəm ki, o da daha rahat mənimlə kommunikasiyaya girir, ünsiyyətə girir. Daha rahat nəyisə deyir. O da məni daha rahat hiss eləyir ki, hissiyatı da çox güclüdür, həddindən artıq güclüdür. Ümumiyyətlə uşaqların bir dönəmə qədər valideynlərlə o bağlılığı hiss eləmələri çox güclü olur. Mənim oğlumda da elədir. Yəni çox güclüdür bu proseslər onda və onunla bir-birimizi elə anlaya bilirik. Bir baxışdan, bir-birimizi o necə anlaya bilərik. Məsələn, oyla öyrənirəm. Bu baxımdan çox kömək eləyir və belə deyək də, müəyyən məsələləri çox rahat şəkildə anlatmaq, çox sadə, daha əyləncəli formada anlatmaq, istiqamətləndirmək məsələlərində də mənə oğlum əslində kömək edir. Bəs bu çətin prosesi keçmişsiniz, bu periyodda qəbullama olsun, indiyənə qədər olan periyodlar olsun ki, ən çətin yaşadığınız hadisələr nələr olur? Ən yadda qalan ki, hansı bir hadisə sizi də dəyişdirməyə, bu qədər inkişaf etməyə məcbur edir? Ən çətini qəbullanmaq mərhələsi oldu. Yəni, eşitdim, belə deyək də, daha sonradan o etiketləndi. Oğlum etiketlənəndə çox çətin idi. Onda ikinci dəfə sanki dünyam dağıldı. Çünki onda artıq müəyyən bir proseslərə başlamışdıq və mən səbirsiz idim ki, nəticəni tez görəcəm. Amma səbirli olub da bir vaxt vermək lazımdır. Bu vaxt toxum səpili, bu cücərməlidir. Mən həmin anda çox səbirsiz idim. Sonradan insan onu dərk eləyir ki, elə olmamalıdır. Yəni, çox o yəqin ki, o qəbullanma dönəmim, o etiketlənməyə qarşı olan həssas dönəmim mənim həmişə yadımda qalan bir çətin bir periyod olacaq. Amma bunun öhdəsindən gəlmək üçün yenə də hansısa bir çətinliyin fərqi yoxdur. İstənilən bir problemin öhdəsindən gəlmək üçün onu qəbullanmaq lazımdır. Qəbullanıb o həmin anda dayanıb, bu baş verdi. Neynəməliyəm? Növbəti addımlarım nə olmalıdır? Daha nə edə bilərəm? Məsəl üçün, daha sonradan başladım ki, bir gün əvvəlki özü ilə indiki özü arasında fərqləri daha yaxşı görməyə başladım ki, indi daha yaxşıdır. Əvvəl bu idi, indi daha yaxşıdır. Və pozitivə də kökləndikcə o cəhətdən elə yaxşı tərəfləri də artmağa başladı, şükürlər olsun. Və belə deyək də, yavaş-yavaş da axarına düşməyə başlayıb. Amma ən çətin vaxtım o qəbullanma vaxtım oldu. Həqiqətən, çünki qəbullandıqdan sonra artıq bu ən zirvə olmasa da dəyişiklik oluna biləcək bir məsələnin ən başlanğıcıdır ki, pozitiv dəyişiklik, düzgün yol xəritəsi deyim ki, bu qəbullanmadan sonradır. Çünki qəbullanmaya qədər valideynə çox vaxt etkisi itirir ki, o mütəxəssisin, bu mütəxəssisin yanlışlıqlara və s. sosial mediada zaman etkisi olur, müdaxilələr gecikir və s. Ümumiyyətlə, qəbullandıqdan sonra, bütün bu proseslərə başladıqdan sonra və doğru bir yol trayektoriyası keçmişsiniz və siz reabilitasiya olaraq da yaxşı bir məqama da gəlmişsiniz ki,
həm sosial övladınızın, həm sosial bacarıqları da gözləntilər kimidir, gözlədiyimiz kimidir və bir sıra sosial bacarıqlara da sahibdir ki, belə bir sosial bacarıqlara sahib ola bilməyiniz üçün günlük olaraq övladınızın nəyinə daha çox diqqət etmisiniz? Günlük sizin diqqətinizdə olan nələrdir? Dəstəklədiyiniz nələrdir? Rutinlərimiz var bizim özümüzə görə və rutinə bağlıdır. Rutinə bağlı olmağa bir tərəfdən də yaxşıdır. Məsəl üçün, o bilir ki, o gününü bir öncədən bir planlayırıq biz o gününü. Və onunla bağlı suallar verir. Bir neçə vaxt öncə o suallar verəndə mən ona deyəndə ki, yenə suallar verirsə, anam oradan mənə vaxt var idi o sənə sual versin deyə çox fikir eləyirdim. Uşağın indi sənə sual verir. Dedim, yaxşı. İşte deyirsən, yəni bir məni bir stop eləyir də, həmin anda güzgü tutur mənə. Amma rutin əvvəldən məsələn sabah səhər duranda o eyni şey olsa da soruşur. Tam hazırlığa gedəcəmmi, məktəbə gedəcəmmi, məktəbdən sonra bu olacaqmı? Onun bir planlaması gedir və o rutinə mütləq şəkildə müzakirə edirik və ona deyirik, məlumat verirəm ona ki, bax dəyişiklik olacaq və s. Amma bəzən istədiyimiz kimi də getməyə bilir də, düzdür? Həyat da budur. Həyat dəyişiklikdən ibarətdir. Həmin anda nə olursa olsun sevgim onunla olsun da. Yəni əsas o belə deyək, tutarlı olduğum hissə odur ki, o anasının sevgisini hiss eləsin, nə olursa olsun. Bu tutarı qoruduqca bizim günümüz yaxşı gedir. Super. Həqiqətən də bu çox gözəl. Bəzən insan bu asan bir məsələ deyil. Ümumiyyətlə uşaq böyütmək asan bir məsələ deyil. İnkişafında müəyyən qədər çətinliyi olan bir övladı da yetişdirmək, tərbiyə vermək, təlim vermək, bu da asan bir zaman deyil. Reabilitasiyaya yönümlü bir yanaşma almaq və s. bu da asan deyil. Çünki valideyn olaraq həm ekonomik cəhətdən də və bu uzun müddətlidir. Bilmirsiniz nə vaxt bitəcək. Və bu fərqli bir yerdə və uşağın sosiallaşa bilməsi üçün siz özünüz də o mühitə daxil olmalısınız və maddi mənəvi yatırımlar eləməlisiniz. Və biz kənardan danışmaq çox asan gəlsə də onu yaşamaq həqiqətən də o qədər də asan deyil. Bu nöqtədən sonra bu səviyyəyə gələnə qədər hər kəsin normal olur. Bu da çox normaldır. Müəyyən qədər miflər olubdur. Valideynləri bu mifləri qoruyublar, yanlışları qoruyublar, saxlayıblar, ona inanıblar. Və sizin inandığınız o yanlışlar indiyənə qədər nələr olub? Məsəl üçün, bildim, nə olub, yadıma salım. Belə deyək də, əgər mənlə ünsiyyətə girmirsə, deməli, hər şey bitib və yaxud danışmırsa, deməli, belə deyək də, bu pisdir və yaxud autizmi çox vaxtı uyğunlaşdırırdılar. Mənim səsim gəlirmi? Görüntü dondu birdən. Görüntünüz donub, biraz kəsik-kəsik gəldi səsimiz. Amma indi yaxşıdır. İndi yaxşıdır, tamam. Məsəl üçün, autizmi əqli geriliyi ilə uyğunlaşdırırdılar. Bu mənim üçün mifdir də, artıq bilirəm ki, o elə deyil. Və yaxud da ki, ünsiyyətə girmirsə, sakitdirsə, deməli, nəsə onu narahat eləyir və s. Amma sonradan övladımı da tanıdıqca, çünki insan biz böyüdürük də, şəxsiyyət böyüdürük, şəxsiyyətə çeviririk onu. Onu da tanımaq lazımdır. Əslində gördüm ki, o bayaq qeyd elədiyim kimi, onun nəyisə danışmaması, nələrinsə fərqində olmaması deyil. O ətrafının çox gözəl fərqindədir. Sadəcə olaraq ya demir, ya demək istəmir. Vaxtı çatanda, yerində, bəzən elə bir məqamda, elə bir xatırlatmalar eləyir ki, mən deyirəm, deməli, bu buna da fikir verir. Deməli, bu da onun yadında. Və s. Yəni, gözündən içinə qaçmır ki, deyirik ki, autizmdə də neynəsə, belə deyək də, başını allatmaq olar və s. Bunlar yoxdur, yaxşı ki də yoxdur. Yəni, o həyat keyfiyyətləridir də. Bu o deməkdir ki, onun həyat keyfiyyəti qaydasındadır, qaydasında inkişaf eləyir, ətrafının fərqindədir və artıq özünün fərqindədir. Bu çox önəmlidir. Çünki artıq o
özünün fərqində ola-ola insanların da nə hiss eləyə biləcəyini, nə düşünə biləcəyini artıq müəyyənləşdirə bilir yavaş-yavaş. Həqiqətən də demək ki, empatiya qura bilir əslində. Bəli. Yəni bu çox önəmlidir. Bu mərhələ ciddi bir mərhələdir. Bura gələnə qədər. Mən illərdir bu sahədə olmağıma baxmayaraq, hər uşaqdan bilgimə bilgi qatıram. Çünki hələ mən yaşım da çox deyil əslində. Bəlkə bilmirəm sonra necə olacaq. Hələ mən bir-birinə bənzər demək ki, uşaqları görməmişəm. Hər uşaq barmaq izi kimidir. Davranışları da olsun, yanaşma biçimi də olsun, hər kəsə hamısı tamamilə fərqlidir və biz fərqli-fərqli məsələlər, vəziyyətlər, situasiyalara daxil olaraq öyrənə bilirik və o demək deyil ki, biz autistik uşaqlarla və ya ki, inkişafında hər hansısa bir narahatlıq olan uşaqlarla biz terapevtik yanaşma eləyəndə biz onlara nəsə öyrədirik. Əslində bu belə deyil. Əslində biz birgə öyrənirik, birgə öyrənmədən keçirik və yalnız ondan faydalanan uşaq olmur, qarşılıqlı olur. İndi birlikdə böyümə anlayışından biz danışırıq ki, həqiqətən bir valideyn olaraq siz də bilgi əldə eləməlisiniz ki, birlikdə bir böyüyə biləsiniz, hər ikiniz ki, bilginizə bilgi qata biləsiniz və siz birlikdə böyümə anlayışını digər valideynlərə necə izah edə bilərsiniz? Birlikdə böyümə odur ki, bu sadəcə, yəni bu o deməkdir ki, sadəcə övladın inkişaf eləmir və yaxud sadəcə valideyn inkişaf eləmir. Biz birlikdə necə inkişaf eləyirik? Çönüb özümüzə baxanda, dünənki münasibətlərimizdən nə fərqlənir bugün? Daha indi hardayıq? Birlikdə nəyə öyrəndik bu günləri? Özümüzə görə, münasibətlərimizə görə, nəyəsə fikir verməyinə görə. Məsəl üçün, mənim oğlumun çox yaxşı yolu, o belə deyək də, xatırlama bacarığı var. O məndə yoxdur. O bir yerə bir dəfə getsin, həmin yolu çox gözəl izah eləyəcək. Hətta ona deyirəm ki, sanki sənin içində GPRS var. Yəni belə, rəqəmləri yadında saxlama bacarığı var. Sinifində 36 uşaq var. 36 uşağın adını da, soyadını da yadında saxlayıb, hələ bunu ilə kifayətlənməyib, onların bacılarının, qardaşlarının adını da bilir. Yəni, bu çox fərqli bir şeydir də, düzdürmü? Mən ondan bunu necə etdiyini müşahidə aparıram ki, okey, bu nələrə fikir verir yolda ki, mən də fikir verim, o yolu mən də elə yadımda saxlayayım da, əgər xüsusi istedad deyilsə, hələ ki, onu öyrənə bilməmişəm, amma kiçik şeyləri sevirəm. Aytən xanım yazıb bura ki, bu fotoqrafik əzbərləmədir. Bəli. O ola bilər. Deməli, onda o məndə yaxşı inkişaf eləməyib. Məsəl üçün, onunla bir yerdə biz müəyyən kiçik şeyləri bir yerdə sevinmə, daha səbirli olma. Bu məsələlərdə ayrı getmir də yolumuz, bir yerdə gedir. Çünki bunun fərqinə vardığımız an həqiqətən komanda ola bilirik. Mənim hansısa davranışım uşağımda özünü necə göstərə bilər? Mənim hansısa sözüm onda necə təcəssüm edə bilər? O sonra bunu başqasına mı və yaxud özünə mi və yaxud elə mənim özümə qarşı mı necə deyə bilər? Baxın, bunun fərqinə varanda, çünki uşaqlar bizi bu və başqa cür təqlid eləyir, müşahidə eləyir. Biz bunu bəzən fərqində deyilik, amma belədir də. Mənim fərqim ondan ibarətdir ki, mən artıq çox müşahidə eləyirəm. Yəni, oğlumu çox müşahidə eləyib anlamağa çalışıram. Anlamaq üçün çox müşahidə eləyirəm və görürəm ki, o da məni müşahidə eləyir. Sözlərimi, hərəkətlərimi, baxışlarımı və s. təqlid eləməyə başlayır. Və bu da mənim özümə müəyyən şeylərdə görəndə ki, əslində mən bunu elə istəməmişəm, amma hansısa davranışımla belə də çox əsəbi görünmüşəm. Sanki mənim güzgümdür də. Növbəti dəfə o situasiyaya düşəndə daha tutarlı davranmağa çalışıram. Daha neysə sözlə izah eləməyə çalışıram. Üz cizgilərimlə, emosional durumla yox və s. Həqiqətən də orada çox gözəl qeyd elədiniz, birlikdə müşahidə eləməklə. Çünki uşaqlar mənə görə diktafondurlar. Yəni diktafon kimi bizim səsimizi, tonumuzu, mətəbədən dilimizi, hər şeyi yazırlar və bu şəkildə də ifadə edirlər. Yəni
tipik, atipik fərq etmədən bütün uşaqları biz bura aid edə bilərik. Həqiqətində buna görə də biz onlar üçün rol model ola bilməyimiz üçün hər şeyi diqqət etməliyik. Bu həqiqətən də çətin bir vəziyyətdir müəyyən bir müddətə qədər. Bütün davranışlarımızı artıq valideyn deyir ki, adicə ev halımda belə nitqimi gözəl etməyə, davranışlarımı daha çox səbirli. İçimdə fırtınalar var, amma davranışlarımı daha da Eynən. sakitləşdirmək və sadələşdirmək üzrəyəm ki, övladım üçün doğru bir rol model ola bilim. Həqiqətən də burada mən birlikdə böyümə anlayışına da mən bir məsələni də valideynlərə qeyd etmək istərdim ki, orada da çox doğru qeyd elədiniz. Bizim uşaqlar üzərindən qoyduğumuz gözləntilər çox önəmlidir. Biz bu gözləntini normal qoya bilməyimiz üçün biz övladımızı tanımalıyıq ki, onun kapasitesi, onun qabiliyyəti, bacarığı nəyə qədərdir. Bəzən biz bunu görürük. Valideyn gəlir və elə bir gözlənti qoyur ki, övladından çox qopmasına səbəb olur. Yəni, o körpü yaratmaq istiqamətində olmur. Ona görə də mən həmişə tərəfliyəm ki, gözləntiləri övladınıza görə qurun. Yəni, reallığa görə. Biz xəyal qura bilərik əslində, amma biz o xəyaldır. Yəni gerçəklik deyil və nə qədər ki onun üzərindən xəyalları qoysaq belə, reallıqdan uzaqlaşdıqca məsafələr də uzaqlaşdırır. Övladınızı daha yaxşı tanıyın, daha yaxşı bacarıqlarına, yəni bacarıqlarına uyğun olaraq istiqamət seçin, trayektoriyasını ona qədər seçin. Məsələn, övladının 20 yaşı var, ancaq ki, hələ say bilmir, saymaq bilmir. Demək ki, 20 ilə qədər öyrənə bilmirsə, 20 ildən sonra da buna boş-boş şeylərə zaman itirmək artıq boş bir məsələdir. Vaxt itirməyə ehtiyac yoxdur. Onun bildiyi, bacara bildiyi, rəsmdirsə rəsm, musiqidirsə musiqi. Mən həmişə tərəfdarıyam ki, demək ki, uşaqların sərbəst yaşaya bilməsi üçün mütləq şəkildə onların bacarıq əldə eləməlidir. Yəni, sərbəst necə yaşamaq lazımdır. Öz baxım bacarıqlarıdır, ev rutinləridir və s. bir peşə daha ona uyğun olan bir. Çünki hər bir insanın bir bacardığı nəsə var. Elə bir insan yoxdur, o heç bir şey bacarmasın. Bu reallıqdan uzaq olan bir şeydir. Və o bacarığını tapması lazımdır. Nəyin ki, 20 ildir riyaziyyat üzərində fikirləşmək, 20 ildir hərflər üzərindən fikirləşmək və s. Yəni, ona görə də övladımızı daha yaxşı tanımalıyıq ki, onun üçün daha yaxşı heç kimdən, yəni, minimal dəstəyin, ehtiyacı olan dəstəyin minimallaşdırmaqdan ötürü. Ümumiyyətlə, biz bu böyük bir yol gəldi əslində. Bir dənə Sizin, bəli, özümün çıxdığım yolla bağlı da valideynlərin gözləntiləri olur övladlarından ki, dərslərində əlaçı olsun. Təbii ki, bütün valideynlər istəyir ki, övladları əlaçı olsun, bütün fənlərdən və s. Mənim o gözləntim yoxdur. O gözləntimi söndürdüyüm an oğlumla ünsiyyətim daha şəffaf, daha belə rahat yerə getdi. Nə mənada yoxdur? Mən demirəm ki, oxumasın dərslərini, oxusun. Riyaziyyatı da bilsin, Azərbaycan dilində bilsin, fənləri də lazım olan bütün fənləri, məktəb fənlərini oxusun. Amma üçə bilirsə, üçlü oxusun, özü oxusun. Yəni, özü dərk, yəni köməyi təbii ki, olmalıdır müəyyən yaşlarda, amma dərk eləsin. Və yaxud 4-ə bilirsə 4 alsın, 5-ə bilirsə 5 alsın. Sən sinifdə əlaçı olmalısın, hamıdan birinci olmalısın. Mən bugünə qədər heç vaxt ondan heç o sualı soruşmamışam. Ona görə soruşmamışam ki, dərs onun üçün rahat olsun. Gərginliyə çevrilməsin də dərs. Onsuz da müəyyən o KSG-lər olur və s. olur, summativlər yazırlar, hesablar. Onsuz da mənim üçün test, imtahan böyük bir stresdir. Bu yaşıma baxmayaraq, övladım var və s. Mən özüm o prosesdən qorxuram həmişə ki, vay, imtahan olacaq. Amma ona görə də bir növ oradan yaşadığım o empatiya, yaşanmış empatisini oğluma qarşı belə deyək də tətbiq eləyə bilirəm. Eyni zamanda, məsəl üçün, birinci sinifi qutaranda riyazi bacarıqlarımız zəif idi. Bir kiçik, bir aylıq bir kursa qoyduq ki, baxaq görək bəlkə necəsə istiqamətlendirilə bilər. Gördüm ki, alınmır, o sizin dediyiniz, o 20 yaş məsələsinə gətirirəm də sözü. Gördüm ki, o dəstəklə də riyazi bacarıqlar bir yerə xoşu gəlmir də, yəni hesablayır, edir, amma riyaziyyat bizim üçün deyil. O zaman nəyə xoşuna gəlir, potensialı haradır? Artıq ona yönlənməyə başladım.
Riyaziyyatı da oxuyuruq. Bu o demək deyil ki, oxumuruq, qoyuruq kənara. Oxuyuruq, anlamağa çalışırıq. Anlayana qədər təkrarlarımız olur. Yəni bizim günlük rutinlərimiz var. Həftəlik rutinlərimiz var onunla. Amma buna baxmayaraq nədən zövq alırsa və zövq aldığı sahədə də potensialı varsa, məsəl üçün musiqi, onu o istiqamətə yönləndirmək. Valideyn bunu övladında, onun potensialını üzə çıxartdığa imkan versə ki, öz potensialını uşaq üzə çıxartsın. Və bu tipik, atipik fərqi yoxdur. Çünki bizdə o qədər mənlə bir yerdə oxuyan hüquq fakültəsi qrup yoldaşlarım var idi ki, valideynlərin təkidi ilə oxuyurdular. Yəni, heç də hamı hüquqşünas və yaxud həkim və yaxud diplomat və yaxud iqtisadçı olmaq istəmir. İqtisadiyyatı qutaran o qədər insanlar tanıyıram ki, çox gözəl rəssam ola bilərdi, məsəl üçün onlar. Bəli. Yəni, həqiqətən də çox doğru qeyd qabağını alırıq. Sonra da iş dünyasında işini yaxşı bilən, amma işindən zövq almayan insanlar çox alır. Doğru qeyd edirsiniz. Burada Xəyalə xanım da qeyd edib ki, nə olursa olsun, uşaq tipi, yəni tipik, atipik, nə olursa olsun, hər zaman uşağını daha yaxından tanımalı, onun arkasında dayanmalıdır ki, yəni dayanmağa çalışmalıdır. Həqiqətən də çox doğru qeyd edir. Yəni biz burada övlad, biz nəyə görürük? Biz bunu bilmirəm, Azərbaycanda rəsmi bir statistikası yoxdur. Bunu da reallığına qeyd edeyim. Bəlkə də mən iş fəaliyyətimə görə, belə olduğuna görə, adətən ücrətli olduğu valideynlər autistik uşaqların ailələrdir və mənə gəlir tək valideynlik, əsasən də onlar. Yəni, iki valideynli uşaqlar demək olar ki, çox azdır. Yəni, bir əlmə barmaqda keçmir, mən tanımıram. Digər mütəxəssislərlə də həmişə danışmışıq, valideyn görüşlərində də biz bunu danışırıq. Və adətən də biz nəyə görürük? Burada ən çox enerji xərcləyən, enerji türkələn anadır. Ata o qədər, çünki bizim düzdür, mədəni kültürümüzdə var, ata pul gətirən, yəni ekonomik qayğıları üstlənən, ana isə mənəvi uşağı böyüdən, ona tərbiyə verən, ona təlim verən, amma yenə də böyüyəndə nə olur? Uşaq valideyndən yəni asadan olsa, olur daha çox anaya. Elə ki, uşaq ananın bir məhsulu kimi baxılır. Təbii ki, bunun qatqısında, yaranmasının inkişafında atanın da buna təkanı olub. Ancaq belə bir məsələ də görürük ki, atalar, iki valideynli uşaqla ataları bu prosesin yaxından uzaqdan içinə daxil olmaq istəmir və hazır bir nəticə görmək istəyir. Ən böyük gözlənti də bu ata tərəfindən gəlir. Ya belə deyir ki, okey, yəni belə yaranıbdır, heç bir dəyişiklik eləyə bilmərik falan, ya reabilitasiyadan uzaq tutur və yaxud da ki, reabilitasiya, yəni bir qızıl ortaya biz gələ bilmirik atalarla. Reabilitasiyada qoşulanda çox yüksək bir standartlar istəyir ki, problemi davranışlar tez bir müddətdə bitməlidir, filan bir bacarıqlar tez bir müddətdə əldə olunmalıdır. Yəni, reallıqdan uzaq bir məsələlər biz görürük və bu o qədər təkrarlanır. Biz valideyn görüşləri edirik. Keçən sonuncu görüşlərdə siz də iştirak eləmişdiniz. Barmaqla sayılan atalar var idi, amma anaların sayı həddindən artıqdır və biz bununla bağlı ciddi bir problemlər yaşayırıq. Həqiqətən də bu həm mən də iş prinsipində hər zaman, yəni uşaqlarla deyil, ilk növbədə valideynlərə də xüsusi bir zaman ayırıram ki, valideynin də psixoloji sağlamlığı burada qorunmalıdır. Xüsusilə də anaların burada psixoloji sağlamlığı qorunmalıdır. Təkcə onu bizim məqsədimiz valideynlərə bilgi verərkən onun bir mütəxəssis qədər yetişdirmək deyil. Yəni evdən həyatın, təbii ki, bu da çox önəmlidir, mütəxəssis olması üçün deyil. Və onlar da nəyi necə eləyə biləcəyinə əlavə, onların da bir deşarj oluna biləcək bir nöqtəsi olmalıdır. Onlar da əks halda bu enerjinin tükənməsi ilə gedir əslində. Bu keysləri biz çox yaşayırıq, amma biz bunu həll oluna bilməsi üçün böyük bir dəstəyə ehtiyacımız var. Böyük bir cəmiyyətin dəstəyinə bir qurum mu olmalıdır, bir qanun mu çıxmalıdır? Yəni, o səviyyəyə gəlib mənə görə. Çünki analar bu istiqamətdə ciddi şəkildə yalnızlar, ciddi şəkildə təkdirlər. Sizə görə bu istiqamətdə ümumiyyətlə, uşaqların inkişafı ilə bağlı, dəstəyi ilə bağlı, cəmiyyət tərəfindən olsun, dövlət tərəfindən olsun, dövlətin rolu nə olmalıdır, nələr dəyişilməlidir, nələr əlavə olunmalıdır, sizə görə nə təklif edə bilərsiniz? Birinci ondan başlayayım ki, bu
övladlar ailədə yetişir, amma cəmiyyətdə formalaşırlar. Yəni Bəli. cəmiyyətin insan kimi bizim formalaşmamıza təsiri çox böyükdür. Müəyyən məsələlər var ki, bizə genlərdən gələ bilər, ailənin təsiri və s. ola bilər, amma bir ailədə 2 övlad olur. Hər ikisinə də eyni cür tərbiyə verilir, amma biri o tərbiyədən bir məqamı götürür, digəri tamam fərqli bir məqamı götürür. Burada artıq cəmiyyət də, onun ətrafı da ona necə təsir edir. Burada bu məsələlərə diqqət eləmək lazımdır. Cəmiyyətin maariflənməsi, amma sadəcə o bayaq siz yalnız aprel ayında deyil də, o Bəli. maariflənmə artıq autizm həyat tərzidir. Yəni bu həyat tərzidir. Bunu qəbul eləməliyik ki, bu qutarıb getmir də. Yəni mən bundan sağaldım. Artıq bu yoxdur deyə bir şey yoxdur. Bu həyat tərzidir. Bu həyat tərzində olan insanların bu cəmiyyətdə böyüyəcəklər, bu cəmiyyətə qatılacaqlar və bu cəmiyyətə bu və ya digər şəkildə qatqı sağlayacaqlar. Bir töhfələri olacaq. Cəmiyyət də buna hazır olmalıdır. Yalnızca sözdə maariflənməklə deyil, dərk eləməklə həqiqətən bu prosesləri. Yoluxucu deyil autizm ki, onda oldu, mənim uşağıma yoluxdu. Yəni ki, bu kimi məsələləri yoxdur. Bağçalarda ciddi şəkildə bununla bağlı çətinlikcə yaşayırıq. Bağça dövründəki o uşağın davranışlarını mənimsəyə bilər, o uşağı çıxartın qrupadan, məktəbdən valideynlər uşağı yığışdırıb şikayət edib və s. məktəbdən çıxartmaq, şikayətlər gəlmək. Bəli, çox rast gəlir. Amma halbuki bu o deyil də. Halbuki biz nəyə diqqət ediriksə, bu tipik və ya atipik uşaqların davranış məsələlərindən. Nəyə çox emosional və yaxud gülüşlə reaksiya veririksə, bu uşağın emosional yaddaşına oturur, ya bizi qıcıqlandırmaq üçün ondan istifadə edir, ya diqqətimizi cəlb eləmək üçün istifadə edir, başlayır ondan istifadə eləməyə. Eyni məsələ bu məsələlərə davranışımızdadır. Biz əgər müəyyən proseslərə ola bilər, olduğu kimi qəbul eləsək, anormallıq kimi qəbul eləməsək, onda bizim övladımız da normal şəkildə qəbul eləyəcək, olduğu kimi qəbul eləyəcək prosesləri. Dövlətin rolu nədir? Məsəl üçün, inklüzivliyi artırmaq həqiqətən var, nəzarət mexanizmlərini artıq qoymaq. Sosial məsələlərdə, məsəl üçün, işləyən analara əgər autizm olsun və yaxud digər diaqnozu olan övladları olsun, bunlara xüsusi liqotlar vermək, xüsusi, belə deyək də, demirəm, xüsusi hamıdan fərqlənən üstünlüklər. Məsəl üçün, məzuniyyət hüququnda biraz fərqliliklər tanımaq və yaxud evə gedərkən müəyyən daha tez evə getmək kimi imkanlar vermək. Yəni, belə bir şeyləri eləmək olar. Və yaxud bunu dövlət edirsə, özəl şirkətlər bunu, çünki qanunvericilikdən kənara çıxmır o zaman. Qanunvericilik müəyyən məsələlərin minimum həddini müəyyənləşdirir ki, bundan aşağı olmamalıdır əmək qanunvericiliyi. Mən burada hüquqşünas şapkamı taxıb deyirəm də. Məsələn, deyir ki, minimum əmək haqqı bu qədər olmalıdır. Amma mən öz əməkdaşımın əmək haqqısını minimum əmək haqqıdan biraz daha çox verə bilərəm. Burada elə bir, orada dövlət mənə deməyəcək ki, niyə bunu verirsən, məsəl üçün. Yəni, belə bir məsələlər var burada. Bu kimi məsələlərdə dövlət öz qanunvericiliyinə də müəyyən əlavələr, düzəlişlər eləyə bilər. Amma onun yanı sıra mütləq şəkildə bu təhsil sistemində olan köklü, kompleks şəkildə məsələlər olmalıdır və bu yalnızca məktəbdə olmamalıdır da, bu bağçalardan başlamalıdır. Çünki körpələri biz bağçaya qoyuruq, orada formalaşırlar. Bağçalardan başlayaraq davam eləməlidir. İbtidai siniflərə, orta məktəbə, yuxarı siniflərə, universitetlərə və s. Yəni, kompleks şəkildə getməlidir. Bu, sistemlərin qurulması. Bəli, həqiqətən də onu doğru qeyd edirsiniz. Çünki biz bununla bağlı valideynlərdən görüş eləyəndə remote iş imkanlarının demək ki, formalaşdıra bilməsi, əlavə bir şərait yaradılması daha doğrudur. Təkcə biz valideynlər üçün deyil, yetkin bir yaşda autizm diaqnozu almış və yaxud da ki, IQ uzun müddətdir. Yəni, çünki bəzən
məsələn, fikrimi tamamilə formalaşdırmaq istəyirəm ki, bəzi iş ortamında belə autistik fərdlərin belə onların iş şəraitində müxtəlif güzəştlər edilə bilməsi, daha çox sosiallaşa bilməsi üçün, onu olduğu kimi qəbul edə bilməsi üçün bir şəraitin yaradılması çox, yəni bununla bağlı biz görüşlər almışdıq, hansı ki yetişkin bir fərdlərdir və s. əlavə onlara baskı olunur, əlavə onların işləyə bilməsi üçün, daha çox verimli ola bilməsi üçün şəraitin yaradılması daha yaxşı ola bilər. Çünki təkcə biz autizm təkcə uşaqlarda deyil. Yəni bu uşaqlar da böyüyəcək və bu uşaqlar da yəni böyük yetişkin bir fərd kimi cəmiyyətin demək ki bir üzvü kimi yəni hər şeydən faydalanmalıdırlar və bunun üçün də şərait yaratmaq lazımdır. Ümumiyyətlə bir son olaraq mən bir sualım var ki, yeni olan valideynlərə, bu sahədə yeni olan valideynlərə bir cümlə ilə nə izah eləmək istəyirdiniz, nə demək istəyirdiniz? Qorxularınızı sevgi ilə qucaqlayın. Yəni, siz tək deyilsiniz və həqiqətən mütəxəssisdən, düzgün mütəxəssisdən dəstək alaraq birlikli şəkildə yola davam eləsinlər. Çünki qorxularını sevgi ilə qucaqlayanda o qəbullanma anına daha yaxşı təsir eləyəcək. Çünki niyə qəbullanmırıq? Qorxuruq. Qorxu hissindən irəli gəlir də. Biz ona sevgimizi daha çox qabartsaq həmin anda ki, onu burada artıq mən bunu sınaqdan keçirtmişəm deyə əminliklə deyə bilirəm ki, əsas məsələ sevgi ilə yanaşmaqdır burada. Uşağa da, özünə də və s. də. Orada artıq bizim qarşımızda fərqli üfüqlər çıxır deyə düşünürəm. Bəli, burada Şamaxı Xələfli əlilliyi olan, övladı olan valideynin dövlət müəssisələrində çalışan analara işdən bir saat tez çıxması və məzuniyyət günlərini sayında və əmək haqqında tutulan vergidən güzəş. Bəli, bu həqiqətən də bu gözəl bir təklifdir əslində. Çox gözəl təklifdir. Yəni, xüsusi olaraq demək ki, buna yanaşmaq lazımdır. Bu ümumiyyətlə bir demək ki 2010-cu illərdə demək ki statistik bir nəticəyə baxıram ki, aparılır ki, demək ki övlada autizm diaqnozu olan ailələrdə ata və ananın iş bazarında dəyişikliyi. Ataların iş bazarında statistik bir dəyişikliyi olmayıb, yəni azalma ilə getməyib, təbii ki artma ilə gedib, çünki ekonomik gəliri artırmalıdır. Amma analarda ciddi şəkildə bir dəyişiklik var, yüksək bir faizlə. Bu nədir? Ya ana işini itirir, ya ana işini dəyişir, ya da müvəqqəti olaraq iş bazarından, əmək bazarından çəkilir. Nəyə görə? Çünki övladına baxım verməlidir, övladına reabilitasiya aparılmalıdır, evdə təlimini dəstəkləməlidir, onu etməlidir, bunu etməlidir və bu ciddi bir məsələlərə gətirib çıxarır. Həqiqətən də yəni vəziyyət, yeni bir məsələ var. Bu nə məsələdir? Dünən bununla bağlı demək ki yazıb ki, hazırda bu güzəştlər var. Müəyyən qədər indi baxır, yəqin ki bu məsələlərə baxır. Bu qeyd edilir ki, bu kimi bir güzəştlər var. Hə, əlilliyi olan övladlara müəyyən güzəştlər edilir, sənədlər və s. yerində olarsa. Amma o bizim dediyimiz məsələlər biraz fərqlidir. Burada artıq belə deyək də sənədlərin yerində olması ilə bərabər verilən əlavə imtiyazlardan söhbət gedir. Orada məsəl üçün məzuniyyət hüququnda müəyyən üstünlüklər var, bildiyim qədərinə, yadımda olduğu qədərinə. Amma ora autizm daxil deyil. Çünki autizm əlillik əlaməti deyil axı. Səhv demirəm də. Bəli. Çünki bəli. Burada biz hər zaman deyirik ki, bu məsələ ilə bağlı olan bir giriş eləmək istəyərdim ki, bununla bağlı keçən səfərdə çox xoşuma gəldi bu paylaşım, bu xarici bir mənbədən olan bir paylaşım idi. Sadəcə onu qoymadım ki, artıq diskussiyalara müəyyən bir səbəb olması. Demək nədir? Yeni bir trendlər var əslində. Bu trendlər nələrdən ibarətdir? Biz hər zaman qeyd edirik ki, autizm xəstəlik deyil. Həqiqətən də xəstəliyin bir səbəbi, bir də ki, bu müalicəsi var. Müalicəsi yoxdur və həyatı boyunca davam edir. Xroniki gedişatıdır. Bu fərq belədir. Bu dəyişə bilməz.
müalicəsi də yoxdur və bizim təklif elədiyimiz yanaşmanın xüsusi təsiri nədir? Uşağın öz baxım bacarıqlarının, sosial bacarıqlarının artırılması üçün olan bir yanaşmadır. Hı hı. Autizm müalicə eləmir. Bu Bəli. belədir. Sadəcə onu dəstəkləmək, hətta sakit, sərbəst qala bilməsi üçün, hər hansısa bir peşəyə sahib ola bilməsi üçün və s. Ancaq bəzi valideynlər, biz bunu deyirik xəstəlik deyil və valideynlər qarşı duruma gəlir ki, bu necə xəstəlik deyil ki, uşağın bütün demək ki, inkişaf sistemi əngəllənir. Həqiqətən də biz bunu xəstəlik kimi qəbul eləmiriksə, bu o demək deyil ki, bu uşağın inkişafı superdir, dörd dörtlükdür və hər şey asan nail ola bilər. Sadəcə bu şəxsin özünü olduğu kimi qəbul etmək üçündür. Amma yeni bir trend də var ki, bunu mən artıq trend də deyəcəm. Çünki bunu artıq yəni autizm okey, ancaq bunu olduğu kimi qəbul edib və bunu moda halına salmaq. Yəni bunu yəni sanki elə bir təsəvvür yaradılır ki, hər hansı bir uşağın, fərdin, fərqi yoxdur, irəliləməsinə, sosiallaşmasına əngəl olan hər hansı bir məsələ yoxdur. Aha. Hə, başa düşdüm. Bəli. Yəni bu bir trend halına gəlib ki, yəni okey, bu olduğu kimidir və s. və biz ona yenə dedik, onu olduğu kimi qəbul edirik. Bütün fərd və s. Təkcə həmin fərdin sosial mühitə adaptasiya ola bilməsi üçün yeni vərdişlər qazanması deyil, cəmiyyət də onun üçün də uyğunlaşmalıdır. Yəni onu olduğu kimi qəbul edərəkdən. Bu başqa məsələdir. Bu istiqamətdə deyil. Amma trend olaraq ki, bunu uşağın və ya fərdin inkişafına hər hansı bir əngəl görməyər, yəni hər hansı bir əngəl yoxdur kimi görülməsinə artıq yəni bu mənə görə normal deyil. Bir də burada Aytən xanım da yazıb ki, övladı üçün xüsusi bir pəhriz yanaşması edibmi? Sizə ünvanlanıb Günel xanım. Övladım üçün xüsusi bir pəhriz yanaşması deyil də, belə deyək, şirniyyata çox meyllidir, şirniyyatı çox sevir. Şirniyyatımızı biraz azaltmışıq. O nəyə müşahidə elədim? Şirniyyatı daha çox şokolad və s. bu məhsullardan bir kilo alırıq. Kilo almağımız bizim üçün yaxşı deyil. Üstə gəldə biraz daha həssas olur. Yəni belə o həssas hərəkətləri daha çox alırdı. Biz onu limitlədik. Necə limitlədik? Məsəl üçün səhər balaca bir nəsə ola bilərdi. Müəyyən məsələlərdə davranışında düzəlişlər vermək istədiksə, onu çox sevdiyi, amma çox da ziyanlı olmayan bəzi müəyyən biskvitlər olur və s. Onunla onu şirnikləndirirdik ki, bunu eləsin. Bu gün boyu bu cürlə davam eləsə, günün sonunda bunu əldə edəcəksən, qazanacaqsan. Yəni ki, bu kimi hətta sonradan özünü tənzimləyirdi. Mən bunu eləməmişim, deməli mən bunu qazanmadım. Deyirdim, düz deyirsən. Amma çox sağ ol ki, mənə səmimi, düzünü dedin də. Yəni çox sağ ol buna görə. Amma bir dənə şirniyyat hissəsində müəyyən limitləmələr gətirmişdik. Gətirmişəm. Özü də artıq. Bu da siz necədir? Ən yaxşı xoşuma gələn xüsusiyyət ondan ibarət ki, rutinə bağlı olduğuna görə 1-2 gün olsun bir həftə. Rutinlə davam eləyəndən sonra hər bir şey çox qaydasına düşür. Məsəl üçün, mənim oğlum, mən səhər işə gedirəm, o günorta növbəsi oxuyur. Özü səhər durur, 3-cü sinifdə oxuyur. Özü səhər durur, əynini giyinir, əl-üzünü yuyur. Səhər durur, masanın üstündə onun səhər yeməyi olur. Təbii ki, evdə adam var ki, onu yola salsın və səhər tək qalmır. Amma özü durur, yeməyini yeyir, qabını götürür, qabıyan tərəfə qoyur və s. Bunlar amma bir gündən olan məsələ deyil də. Biz bunu hər gün bir yerdə edirdik. Etdik. Daha sonradan başlayıb artıq, bu bəlkə başqaları üçün normal görünər, amma bizdə kiçik motorikanın inkişafı ilə bağlı da müəyyən məsələlər var deyə bir neçə vaxt bundan əvvəl görəm ki, düyməsini özü açır, özü bağlayır. Mənim sevincimin həddi yox, hamıya deyirdim ki, bilirsiniz, oğlum artıq öz köynəyinin düymələrini özü açır, özü bağlayır. Bu çox gözəl bir şeydir də. Yəni bu yayda, bu tətildə yeni bacarıqlar planlamışıq özümüz üçün ki, bu tətildə biz bunları öyrənəcəyik ki, daha da müstəqil olaq, daha da sərbəst olaq. Həqiqətən də çox dolğun bir cavab verdiniz. Çünki autizmin
necə deyim, müalicəsi ilə, dırnaq içərisində müalicəsi ilə bağlı xüsusi bir pəhrizlər və sairələr, bəli, belə bir yəni Yaxşı. gündəmə almaqdadır. Pəhriz kimin üçündür? Ehtiyacı olan bir şəxs üçündür. Hər hansısa bir qida həssaslığı və yaxud da ki, toleranslığı varsa mütləq Bəli. şəkildə olunmalıdır. Diaqnozuna asılı olmayan hər kəs içimən qarışıq. Yəni bununla bağlı. Zaten biz yediyimiz məsələlər var ki, nə keyfiyyətindən asılı olaraq bu bizim gündəlik düşüncəmizə, yaşayış, Bəli. həyat keyfiyyətimizə mütləq şəkildə təsir göstərir. Təkcə uşaqlar deyil. Bəli. Nə qədər paketli qida olacaqsa, keyfiyyətsiz palma yağlarından, işlənmiş yağlarla, konserven maddələrlə biz orada bir sağlam bir bədən, sağlam bir yanaşma, davranış gözləyə bilmək. Bu bizim özümüzün də davranışına, aqressiyasına da gətirib çıxara bilir. Nə qədər şəkər ki biz qidalandırırıq, biz elə də yaxşı həyat keyfiyyəti gözləyə bilmərik. Nəinki uşaqlar. Hamı bunu qorumalıdır. Güney xanım da qeyd elədiyi kimi, burada Şamxanın da yazdığı kimi, demək ki, həqiqətən də qeyd edir ki, valideyn də illərlə eyni rutinlə davam edir və nəticə də alıb. Həqiqətən də bu çox gözəl, bu çox çətindir əslində. Rutinləri qoymaq, rutinləri davam etdirmək, tarazlığı saxlamaq ailə üzvləri ilə. Bizim ən böyük problemlər belədir. Tarazlıq yaranmır evdə yaşayan ailələrlə. Əgər ata-anadırsa, ata-ana arasında tarazlıq pozulur. Tarazlıq nədir? Hər kəs eyni dildən danışa bilmir. Hər kəs eyni şeyə demək, təşəkkür edirəm. Hər kəs eyni şeyə hə və yaxud da ki, eyni şey yox demir. Biri hə deyir, biri yox deyir. Tarazlıq burada pozulur. Nənə-babalı evdə də tamamilə uşağın üstünə çox qışqırdınız, olmaz, onu çox məhdudlaşdırırsınız. Mən indi sənə kinder alacağım, onlar almayıb sənə alacağım. Bütün sistemlər orada pozulur. Problemli davranışlar 1-ə 5 artmağa başlayır. Ona görə də hər zaman tarazlığı qorumaq lazımdır. Rutinləri geri gəldikcə dəyişmək, amma gözəl disiplin qoymaq lazımdır. Gözəl yanaşmaları mütəxəssislə, bilgili mütəxəssislə əldə edərək davranışlara, hansı problem davranışların harda, nə zaman, nə etmək lazımdır. Məsələn, problem davranışlar ağlayaraq istək əldə etmədən. Məsələn, biz onu seçməliyik ki, nə zaman ağlamanın altında məqsəd yönlüdür. Nəyisə istəməkdir və nəyin altında bir emosionallıq yatır. Onu ayırt eləməkdən ötürü bir praktika keçməliyik, bir həqiqətən də özümüzü inkişaf etdik. Biz bilməliyik ki, doğru yerdə doğru bir müdaxilə edə biləyik. Ona görə də doğru bir yol trayektoriyası seçmək üçün doğru insanları izləmək, doğru mənbələrə üst tutmaq lazımdır. Daha çox kitablara, daha çox mənbəsi olan araşdırmalara. Mən hətta bu diaqnozla ilk qarşılaşan valideynlərə hər zaman qeyd edirəm ki, sosial mediadan biraz uzaq durun. Biraz uzaq durun, çünki bizi müəyyən qədər çaşdıra bilir. Həqiqətən biz nə qədər uzaq dursaq da yenə girəcəklər içinə. Amma çox axtarmamaq, çox bilməmək, bir istiqamətdə biraz özümüzü uzaqlaşdırmaq, sakit tutmaq, əldə olan bir mənbəni onu həzm etdikdən sonra müəyyən qədər bu bizim qabullanmağımıza da kömək edəcək. Yoxsa diqqət demək ki, diqqət məsələlərimizi dəyişə bilər. Ona görə də çünki valideynlər elə olur ki, bir il ərzində mütəxəssisdən mütəxəssisə gedirlər və s. axtarışlar və zaman etkisi ilə gəlib çıxır ki, uşaq da gəlir müəyyən bir yaşa, bacarıq səviyyəsi də təqvim yaşından illərlə geridə qalır. Məsələn, uşağın 6-7 yaşı var, amma bacarıq səviyyəsi 2 yaşlı, 3 yaşlı uşağın səviyyəsinə gəlib çatır. Amma biz onun bacarıq səviyyəsini artırmaqdan ötürü artıq biz burada erkən müdaxilədən danışa bilmirik. Düzdür, dəyişiklik olacaqmı? Olacaq, amma çox ləng olacaq. Bağa yerişi kimi bir dəyişiklik olacaq. Ona görə də daha yaxşı bilgili olmaq lazımdır, daha yaxşı dəyərli mənbələrdən oxumaq lazımdır, dəyərli valideynləri dinləmək lazımdır. Mən artıq dəfələrlə müşahidə eləmişəm ki, valideynlər yanlış yerə yatırım edirlər, yanlış ciddi şəkildə bir hər hansı bir bitkinin kökünün, nə bilim mən, yağından istifadə edərək müalicəsini, ancaq mənbələri araşdırmaq lazımdır, təsdiq olunmuş mənbələrə, xarici mənbələrə üst tutmaları daha yaxşıdır. Və mütləq şəkildə dəyərli həkimlərdən, dəyərli valideynlərdən bir bilgi almaq mütləq şəkildə lazımdır. Əlavə bir nəsə qeyd eləmək istəyirdiniz mi Güney xanım? Bu məsələlə. Əslində bir çox məsələlərə toxunduq. Dediyiniz bir məsələ məni autizma o qədər normal baxırlar ki, çox, yəni artıq insanın potensialına uyğun o fərqləri qoymaqdan çəkinirlər. Deyək ki, məsəl üçün, ona bir misal deyim. Bir neçə müddət öncə bizim müəlliməmiz müəyyən tapşırıqlar göndərmişdi, müəyyən testlər göndərmişdi uşaqlara.
Biz açdıq o testləri bir yerdə oğlumla elədik. Artıq ikinci testə gələndə gördüm ki, eləyir, amma yorulur. Yəni onu etməsinin heç bir mənası yoxdur. Öyrənməyəcək o prosesdə. Bəli. Müəlliməsinə yazdım ki, biz birini elədik, amma bu ikincisini eləyə bilmirik. Çünki yorulub. Bu əlavə idi. Dərsdən əlavə bir fəaliyyət idi. Müəlliməsi də mənə belə bir cavab yazdı. Mən onu sənin oğluna görə göndərməmişəm. Sənin oğlun ümumiyyətlə o testləri eləyə bilirsə, həvəsi varsa, boş vaxtı varsa eləsin. Dərslərindən bu şeyləri mənə verirsə, bu mənə kifayətdir. Bilirsiniz, bu həmin müəllimənin anlaqlı şəkildə qarşısındakı şagirdin potensialına uyğun davranmasıdır. O hədəflərini düzgün qoymasıdır da, o uşağın hədəfi. Böyüklərin hədəfi olan kimi onun da hədəfi var. Düzgün tələb eləməsidir. O həmin vaxtda dedim ki, nə yaxşı ki, həmin vaxtı bunu dedim də, vaxtında o etiketlənmə olmasaydı, mən bu müəlliməni tanımayacaqdım və müəyyən proseslər daha çətin gedəcəkdi bizim həyatımızda. Amma yaxşı ki, bu müəlliməni tanıdım və müəyyən proseslər rahatlandı. Yəni, bu olmalıdır. Autizm əlillik deyil, əqli geriləmə deyil, amma müəyyən fərqlilikdir. Və bu fərqliliyin biz fərqində olmalıyıq. Fərqində olub da, iş mühitində də o var da elə. İnsanlar var ki, çox da qaynayıb qarışmaq istəmirlər və nə olur? Onlar barmaqla göstərilir ki, qanı acıdır, adamlar arasında gəlmir, komandanın üzvü deyil. Halbuki danışanda bəlkə də komandakı digər insanların acılarını onlardan daha yaxşı hiss edir bu insan. Sadəcə olaraq onun fərqində deyilik. Çünki o qədər eyniləşmə edirik ki, o eyniləşmədən çəkinmək mütləq şəkildə lazımdır, amma bunu biz özümüz də eləməliyik. Bəli, həqiqətən də bu doğru qeyd elədiniz. Ümumiyyətlə, bu məsələ danışıb, bitirilən, nə vaxtda da bitməyəcək bu məsələ. Həqiqətən də, amma bizim istiqamətimiz də belədir. Biz gələn səfərlərdə də bu istiqamətdə demək ki, görüşlər keçirərik. Valideynimiz Xəlil xanım yazıb ki, bayaq Günel xanım qeyd etdi ki, kimlə qeyd etdi ki, mən oğlumla böyüyüb, hər şeyi onunla öyrənirəm. Əhsən deyirəm. Əslində, hər bir valideyn öz övladı ilə böyüməsi öyrənir. Çünki uşaqlar bizə doğru yol göstərir. Həqiqətən də, yəni biz övladımızı inkişaf eləmək istəyiriksə, yəni yaxşı tanımalıyıq, yaxşı müşahidə eləməliyik, yaxşı öyrənməliyik, yaxşı təcrübədən keçirməliyik. Həqiqətən də bizim bu yayınımıza qoşulanların, təşəkkür edənlərin hamısına da mən özüm təşəkkür edirəm. Çox sağ olun Şaxta bəy, Zəhra xanım, Ayda xanım da təşəkkür edirəm. Xəyilə xanım da, Aytən xanım da, yəni hamınıza təşəkkür edirəm. Yəni mən çalışacağam. Mən artıq düzdür müəyyən bir 7-8 aya qədər biz bunu eləyirdik. Müəyyən bir tükənmişlik dövrü də yaşadım bununla bağlı və mən də bu istiqamətdə bir də canlandıran Günel xanım oldum. Mən bir müddət postları dayandırmışdım. Artıq dedim yazmayacağım. Mən bəzən valideynləri həyəcanlandıra bilirəm. Günel xanım məni yenidən diriltdi, silkələdi və mən artıq o enerjidəyəm və çalışacaq ki, Günel xanımla hər zaman demək ki, çıxarım belə yayınları. Biz bu yayınları səhifələrdə sabitləyəcəyik. Adıma bağlı olan Aynur Hüseyin adında demək ki, YouTube səhifəsi var ki, arxivində mən bu videoları da saxlamışam və orada əlavə edəcəm. Zamanla orada daxil olaraq, yəni müəyyən şeylərə, ümid edirəm ki, müəyyən şeylərə biz toxuna bilmişik. Həqiqətən də hər birinizə çox sağ ol deyirəm. Günel xanım, mən sizə təşəkkür edirəm. Minnətdarım. Paylaşmağı dayandırmayın. Çünki sizin dediyiniz o doğru mənbəni, doğru istiqaməti göstərənlər azdır. Siz də həmin o azlardansınız, az və özlərdənsiniz. Ona görə bunu dayandırmağa bir növ haqqınız yoxdur da. Çünki biz valideynlər sizin kimi düzgün mütəxəssislərin istiqamətləndirməsi ilə maariflənirik və sonra da kiməsə də necəsə təsir eləyə bilirik, nümunə ilə. Siz uşaqlara toxunmaqla bizə də toxunursunuz, valideynlərə də toxunursunuz. Biz də kiməsə toxunmaq şansı əldə edirik. Bu əslində bizə qarşılıqlıdır Günel xanım, çünki biz də yəni
bir mütəxəssis qisminin altında bir normal bir Təbii ki. yəni hər hansı bir güc olmayan və tükənmiş kimi olan bir yəni canlıya, bir insanam Bəli, təbii və ki. valideyn olaraq geri feedback olunur. Bir təşəkkür olması, bir minnətdarlıq belə gözləmirəm, ancaq bir təşəkkür olması və siz tərəfindən belə gələndə ki, postların dəyəri və s. bu məni biraz silkələdi həqiqətən. Bu itirilmiş 7-8 ay itirilmiş enerjimi bir günə qazandım. Həqiqətən də yəni belə bir dəstək olduğu halda həqiqətən də biz də başlayacağıq artıq tam fokus yəni istiqamətlənməyə. Çox sağ olun hər birinizə. Təşəkkür edirəm Günel xanım. Mən təşəkkür Gələn edirəm. mövzunda danışarıq. Danışarıq. Planlaşdırırıq. Təşəkkür edirəm hər kəsə vaxtınıza görə. Çox sağ olun. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun.